Salam dostlar, hamımızın böyük marağını nəzərə alaraq hazırda biz Kür çayında növbəti müşahidələr aparırıq. Müşahidələrin nəticəsi olaraq deyə bilərik ki, son günlər Respublika ərazisinə yağmış yağıntılardan sonra çayda suyun səviyyəsi durmadan artmaqda davam edir. Hazırda suyun sürəti də, rəngi də normaya uyğundur. Yəqin ki, Respublika ərazisində yağıntıların davam etməsini nəzərə alsaq, çayın səviyyəsinin yaxın vaxtlarda bir qədər də artması gözlənilir inşallah. Qoy Kür çayımız həmişə bol sulu olsun, sularımız qurumasın inşallah.